Tarixə diqqət yetirsək, elə dövlətlər var ki, onların nə zamansa bir-biri ilə barışacağı inanılmaz görünür. Bunu Yeni Çağ açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. O, Ermənistanın baş naziri Nikol Paşinyanın erməni və Azərbaycan xalqlarındakı SSR-nin formalaşdırdığı düşmənçilik stereotiplərinin dəyişdirilməli olduğu barədə səsləndirdiyi bəyanata münasibət bildirib. Deputat bildirib ki, daimi düşmənçilik heç kəsdə axıra qədər getmir. Bu stereotipləri əslində bazar münasibətləri, iqtisadi əlaqələr ortadan istər-istəməz qaldıracaqdır. Bütün faktlarda belə olur. Daimi düşmənçilik heç kimdə axıra qədər getmir. Elə dövlətlər var ki, onların tarixinə diqqət eləsəz, görərsiniz ki, həqiqətən də bunlar inanılmaz gəlir ki, bunlar nə zamansa bir-biri ilə barışacaqlar, bir-biri ilə normal münasibət quracaqlar. Elə Avropa ölkələrinin özünə baxın. Napolyon dönəmi, Hitler dönəminin Avropasına diqqət yetirsəz, bunu daha aydın şəkildə görərsiniz. Keçmiş müstəmləkələrlə bağlı imperiya dövlətlərinin müəyyən münasibətlər sisteminə baxsaq, bunu daha aydın görərsiniz. Ona görə də məncə bu stereotipləri dağıtmaq təkcə Ermənistana aid deyil, həm də elə bizim özümüzə də aiddir. Müəyyən gələcəyin münasibətlər modelini doğru təyin eləməliyik. Xüsusilə də qonşularla münasibət məsələsini biz çox vacib şəkildə diqqətə alıb və orada ola biləcək hansısa negativ təzahürlərin tədricən ortadan qalxmasına çalışmalıyıq. Çünki heç kim başqa bir ölkəyə, başqa bir məkana köçən deyil. Bu coğrafiyada yaşayırıqsa, bu coğrafiyanın xalqları ilə də normal münasibət qurmalıyıq. Bu təbii ki, rəqabətimizdə olacaqdır. Müəyyən bir dövlətlərin bir-biri ilə münasibətində önə keçmə cəhdləri olacaqdır. Amma bunu düşmənçilik kontekstində yox, daha çox rəqabət kontekstində görmək lazımdır və məncə bu stereotiplərin dəyişməsi zamanın özünün bizə elədiyi diktədir.